Salam, hər birinizi salamlayıram. Bugün biz çiçəkli bitkilərdə qeyri-cinsi çoxalma, daha sonra deməli, bitkilərin həyat dövrü, elm, texnologiya, həyat və 7-ci sinifin 1-ci hissəsini yekunlaşdıracağıq. Diqqətlə dinləyin. Çiçəkli bitkilərdə qeyri-cinsi çoxalma. Qeyri-cinsi çoxalma bir sıra formaları vardır ki, qeyri-cinsi çoxalma. Onlar təbiətdə ən geniş yayılmış çoxalma növüdür və ən çox rast gəlinəni də bunların vegetativ çoxalmadır. Vegetativ çoxalma nədir? Vegetativ orqanlar vasitəsilə bitki fərdlərinin sayının artırılması vegetativ çoxalma adlanır. Çiçəkli bitkilərdə vegetativ çoxalma bir sıra üsullarla baş verir. Bunlara çiçəkli bitkilərin yerüstü və yeraltı vegetativ orqanları, onların şəkil dəyişmələri ilə çoxalmanı misal göstərmək olar. Məsəl üçün biz deyirik ki, vegetativ orqanlar hansılar idi? Yada salaq. Deməli, kök, yarpaq, gövdə, bunlar bitkinin vegetativ orqanları idi. Vegetativ orqanlar vasitəsilə, yəni kök, gövdə, yarpaq vasitəsilə bitkini əgər biz çoxaldırıqsa, bu vegetativ çoxalma adlanır. Deməli, amma burada hər bitkini istənilən vegetativ orqanı ilə çoxaltmaq olmur. Bunları bölürük də. Biz məsəl üçün gövdə yumrusu ilə çoxalanlar var, soğanaqlarla, soğanaqlı yumrularla, bığcıqlarla, kök böhrələr, yəni kök biciləri ilə, kökümsovlarla, bastırma qələm, firqəndə də deyilir buna, çiliklərlə, yarpaqlarla. Bunlar yəni fərqli bitkilərdə fərqli üsullarla aparılır. Məsəl üçün, burada verilib bizə Leyla uzanbar bənövşəsini, bitkisini çoxaltmaq qərarına gəldi. O bitkidən yarpaq qopararaq başqa bir dibçəyə əkdi. Müəyyən müddətdən sonra yarpaqdan yeni bitki inkişaf etdi. Çünki uzanbar bənövşəni deməli, yarpaq vasitəsilə vegetativ yolla çoxaltmaq mümkündür. İndi isə baxaq bığcıqlarla çoxalmaya. Çiyələk bitkisinin bığcıq şəklində uzanan yerüstü zoğları üzərində tumurcuqlardan yeni bitkilər inkişaf edir. Deməli, çiyələkdə bu bığcıq nədir? Zoğun şəkil dəyişməsidir, gövdənin şəkil dəyişməsidir. Yeni bitkilər əlavə köklərlə torpağa bərkiyir. Yəni, həmən zoğlardan əlavə köklər inkişaf edir və torpaq, daha doğrusu, bitki bərkiyir torpağa. Cavan bitkilərlə ana bitkini əlaqələndirən zoğlar quruduqdan sonra onların hər biri müstəqil bir bitki kimi inkişaf etmiş olur. Şəkildə də görürsünüz. Deməli, çiyələk bitkisidir. O, bığcıq şəklində olan yerüstü zoğ vasitəsilə digər bitkilərə də başlanğıc vermiş olur. Gövdə yumrusu ilə çoxalmaya baxsaq, kartof bitkisi gövdə yumrusu ilə çoxalır. Əkilən hər kartof yumrusundan onlara yeni gövdə yumrusu əmələ gəlir. Bu yumrular bitkinin yeraltı zoğlarının uç hissəsinin genişlənməsi nəticəsində olur. Yəni, yeraltı hissədəki o kartoflar gövdə yumrusudur. Yəni, gövdənin şəkil dəyişməsidir. Yəni, hər bir deməli, kartof, yer armudu bitkisini gövdə yumruları vasitəsilə çoxaltmaq olur ki, gövdə yumruları, ümumiyyətlə, kartofun gövdə yumrusunun üzərində tumurcuqlar olur. Tumurcuqları ayrı-ayrı hissələrə bölməklə, yəni tumurcuqları yox, kartofu ayrı-ayrı gözcüklərə bölməklə də onu çoxaltmaq olur. Yəni, bir kartofdan bir neçə bitki də ala bilərik. Daha sonra, deməli, bığcıqlarla çiyələkdən başqa qaymaq çiçəyi də bitkisi də çoxalır. Yəni, qaymaq çiçəyi bitkisinə də aiddir bığcıqlarla çoxalma. Sonra baxaq növbəti səhifəyə. Kökümsovla çoxalma. Bitkinin yerüstü hissəsi kökümsovun üzərində tumurcuqlardan inkişaf edir. Deməli, kökümsov deyəndə buraya hansı bitkilər aiddir? Məsəl üçün,
çayır, ayrıqotu, inci çiçəyi, daha doğrusu çayır, ayrıqotu, inci çiçəyi bunlar kökümsov üzərində tumurcuqlar yaranır ki, o tumurcuqlardan inkişaf etmiş olurlar. Kökümsov gövdə üzərində. Deməli, ayrıqotunun kökümsovundan inkişaf edən cavan bitki şəkildə göstərilib. İnci çiçəyin kökümsovundan inkişaf edən cavan bitki yenə də şəkil vasitəsilə göstərilmişdir. Daha sonra burada bizə verilib soğanaqlarla çoxalma. Soğanaq vasitəsilə çoxalma da dağ laləsi kimi bitkilər soğanaqlarla çoxalır. Soğanaq hansı bitkilərdə olur? Ümumiyyətlə deyə bilərik ki, soğanaq gövdənin şəkil dəyişməsidir. Soğan, sarımsaq, dağ laləsi, nərgiz, qaz soğanı, hiyasint kimi bitkilərdə soğanaq vardır. Soğanaq vasitəsilə çoxalma, dağ laləsi, sarımsaq, nərgiz, zambaq bu kimi bitkilər soğanaqlar vasitəsilə çoxalır. Çilik ilə çoxalma. Çilik bitkinin vegetativ orqanlarının çoxalmada istifadə olunan kiçik bir hissəsidir. Ağac və kol bitkilərin əksəriyyətini söyüd, qızılgül, qarağat, üzüm, ətirşah, daha sonra bu kimi bitkilər gövdə çilikləri ilə çoxalmaq mümkündür. Yarpaq və kök çilikləri ilə də çoxalan bitkilər var ki, yarpaq çiliyi ilə çoxala bilən bitkilərə begoniya və uzanbar bənövşəyini, limonu da göstərmək olar. Kök çiliyi ilə çoxalanlara isə deməli morğu misal göstərmək olar. Daha sonra kök bicləri ilə yasəmən, ağcaqovaq, quş armudu, albalı, bayaq dediyim kimi moruq bu bitkiləri deməli kök bicləri, kök pöhrələri yaxud da kök çilikləri vasitəsilə deməli çoxaltmaq mümkündür. Daha sonra deməli burada deməli təcrübə göstərilir fəaliyyət bölməsində. Tutaq ki, hər hansı bir bitkinin gövdəsini kəsib, zoğunu kəsib, onu yenidən torpağa bastırırıq. Torpağa bastırma zamanı gövdədən əlavə köklər inkişaf edəcək. Biz qeyd etmişdik ki, kök gövdədən, yarpaqdan yaxud da elə kökün üzərindən inkişaf edir. Kökün üzərindən inkişaf edən kök yan kökdür. Gövdənin yarpağın üzərindən inkişaf edən kök isə əlavə kökdür. Keçək növbəti səhifəyə. Deməli, burada calaq vasitəsilə çoxalmalar verilib. Hər bir bitkinin hər hansı bir hissəsinin zoğ, tumurcuq, başqa bir bitki üzərinə köçürülüb birləşdirilməsinə calaq deyilir. Bu zaman kökü torpaqda olan bitki calaq altı, ona calanan bitki isə calaq üstü adlanır. Calaq üsullarına baxsaq, məsəl üçün burada göz calağı var, T şəkilli calaq var, tumurcuq vasitəsilə, daha sonra sadə calaq var, yarma calaq var. Bunlar müxtəlif üsullarla aparılır. Tutaq ki, T calağı T şəkilli kəsilir və oraya başqa bir bitkidən tumurcuq yerləşdirilir və həmən hissə deməli bağlanılır və yeni bir bitki inkişaf etmiş olur. Calaq formasında yeni bir bitkiyə başlanğıc vermiş olurlar. Bitkinin hər hansı bir hissəsini dedik. Məsəl üçün budaqcığının, zoğunun, tumurcuğunun başqa bir bitkinin üzərinə köçürülüb birləşdirməsinə calaq deyildi. Calaq əməliyyatında kökü torpaqda olan bitkiyə calaqaltı deyirik. Yəni başqa adla anac deyirik. Kökü torpaqda olan bitki anac adlanır, yaxud da calaqaltı adlanır. Ona calanan hissə, yəni yuxarı hissədə olana calaq üstü, yaxud da qələm deyirik. Hazırda 100-ə qədər calaq üsulu vardır ki, məsəl üçün dedik qələm calağı, göz calağı, yaxınlaşdırma calağı. Qələm calağı erkən yazda tumurcuqlar şən vaxt aparılır. Göz calağı adətən iyul ayının axırında və avqust ayında aparılır.
Yaxınlaşdırma calağı isə ən çox ot bitkilər üzərində aparılır ki, onlar bir-birinə yaxınlaşdırmaqla calaq aparılır. Daha sonra calaq üsullarından yeni bitki sortlarının alınması, mövcud sortların məhsuldarlığının və keyfiyyətinin artırılması məqsədi ilə istifadə edirlər. Bitkilərin calaqla çoxaldılması da vegetativ çoxalma hesab olunur. Burada Brofillum bitkisinin yarpaqların kənarında çoxlu tumurcuqlar əmələ gəlir. Bu yarpaqlara azca toxunduqda tumurcuqlar tökülür və onlardan yeni bitkilər inkişaf edir. Yəni, yeni bir bitkiyə başlanğıc vermiş olur həmən o tumurcuqlar. Daha sonra, burada baxaq, tutaq ki, birinci bitkinin deməli, kök yumruları ilə, daha doğrusu gövdə yumruları ilə çoxaltmaq olur. Sonra ikinci bitki, tutaq ki, nə idi? Bığcıqlarla ola bilər, bığcıqlar vasitəsilə. Üçüncü bitki ola bilər kökümsovlarla, kökümsov. Dördüncüdə isə onlar soğanaqlı yumrular vasitəsilə, soğanaq vasitəsilə çoxaltmaq mümkündür. Daha sonra, tutaq ki, çiçəkli bitkilərin vegetativ çoxalmasında istifadə oluna bilməz. Gövdə şəkil dəyişməsi, toxum, yarpaq, meyvə, kök, sox. Biz demişdik ki, vegetativ çoxalma üsulunda iştirak edənlər kök, gövdə, yarpaq və onların şəkil dəyişmələrdir. Deməli, toxumdan istifadə etmək olmaz, meyvədən istifadə etmək olmaz. Yəni, bunlardan istifadə etmək olmaz. Daha sonra, uyğunluğu müəyyən edin. Gövdə çilikləri soğanaqlarla. Dedik ki, gövdə çilikləri vasitəsilə olur qızıl gül və deməli, qızıl gül burada bəli var. Ancaq nərgiz bitkisi, nərgizdir, tutaq ki, dağ laləsidir. Bunlar soğanaqlarla çoxaldılır. Söyüd bitkisi isə, deməli, söyüd bitkisi nə cür çoxaldılırdı? Bura aid deyil. Söyüd bitkisi bunların heç birinə aid deyil. Söyüd bitkisini də bəli, əslində gövdə çiliki vasitəsilə çoxaltmaq mümkündür. Daha sonra, doğru və yanlış ifadələri işarələyin. Bir bitki vegetativ çoxalmanın bir neçə üsulu ilə çoxaldıla bilər. Xeyr, bir bitki özünə uyğun, yəni tutaq ki, yarpaq vasitəsilə, gövdə vasitəsilə çoxaldıla bilirsə, ona uyğun etmək olar. Calaq vasitəsilə çoxalmada bir fərd iştirak edir. Xeyr, calaq vasitəsilə 2 fərd iştirak edir. Çiliklə yalnız kol bitkilər çoxaldılır. Xeyr, çiliklə ağac, deməli, ağac bitkilər də ola bilər əslində. Çoxaldıla bilər. Daha sonra, hər bitkini istənilən vegetativ çoxalma üsulları çoxaltmaq olar. Xeyr, olmur. Bəli, bu doğru fikirdir. Çiyələyin çoxalmasına iştirak edən bığcıqlar onun yeraltı yox, yerüstü zoqlarıdır. İndi isə bitkilərin həyat dövrü haqqında məlumat verəcəm. Burada görünür A şəklində, A-da və B-də həyat dövrü. Birincidə tamamlanmadır, ikincidə isə dövr eləyir. Yəni, hər zaman bu dövrüyə uyğun olaraq, deməli, dövr edir. Yəni, toxumdan cücərtə əmələ gəlir, cücərtədən cavan bitki tozlanır, mayalanma prosesi gedir, meyvə əmələ gəlir, meyvədən yenidən toxum. Yəni, bu cür ardıcılıq hər zaman davam edirsə dövriyə yaranır. Toxumun cücərməsindən inkişaf etmiş yetkin bir bitkiyə çevrilib öz toxumunu əmələ gətirinə qədər bitkinin həyatına baş verən bütün dəyişikliklər bu bitkinin həyat dövrü adlanır.
Çünki həyat dövrünün bütün mərhələləri hər dəfə yeni bitki yarananda təkrarlanır. Bəzi bitkilər toxum verdikdən sonra məhv olur. Digər bitkilər hər il çiçək açır və toxum əmələ gətirir. Deməli, toxum verdikdən sonra, toxum yaranandan sonra məhv olan bitkilər bir illikdir. Ancaq hər il çiçək açıb meyvə və toxum əmələ gətirən bitkilər isə çoxillik bitkilər adlanır. Daha sonra burada yenə bitkinin toxumu verilib ada, toxum deməli yeni bir bitkiyə başlanğıc verir və deməli burada cücərmə prosesi, tutaq ki, deyək cücərir, toxum yeni bitkiyə başlanğıc verir, F-də tozlanma prosesi gedir. Yəni bu proseslər bitki üzərində getmiş olur. Bir dəqiqə. Üzərində getmiş olur. Daha sonra keçdik növbəti səhifəyə. Burada bizə çılpaq toxumlu bitkilərin həyat dövrü verilib ki, çılpaq toxumlu bitkiləri biz botanika bölməsində öyrəndik və botanika bitkilər haqqında elmdir. Botani ot, bitki, göyərti deməkdir. Bu çılpaq toxumlu bitkilər örtülü toxumlu bitkilərdən əvvəl yaranmış bitkilərdir ki, toxumları çılpaq olduğu üçün, yəni çılpaq yerləşdiyi üçün bunların adı oradan götürülüb və çılpaq toxumlar adlanır. Bitkilərin heç də hamısı öz həyatının müəyyən bir dövründə çiçək, meyvə əmələ gətirmir. Çiçəksiz bitkilər toxumlar və ya sporlar vasitəsilə çoxala bilən bitkilər kimi qruplaşdırmaq olar. Şam, küknar, ardıc kimi yaxud da başqa iynəyarpaqlı bitkilər toxumla çoxalır. Onların toxumları dişi qozaların daxilində əmələ gəlir. Toxumlar qoza pulcuqları üzərində açıq halda yerləşdiyinə görə bütün iynəyarpaqlı toxumlu bitkilər, iynəyarpaqlıları çılpaq toxumlu bitkilər adlandırılır. Erkək qozada yetişmiş tolcuqlar tökülür, külək vasitəsilə dişi qozaların pulcuqları üzərinə yumurtacığın səthinə düşür. Burada tozlama və mayalama baş verir. Toxum əmələ gəlir. Yetişmiş qanadçıqlı toxumlar külək vasitəsilə ətrafa yayılır və əlverişli şərait olduqda cücərlər. Burada şam ağacının həyat dövrü verilib. Deməli, erkək qoza xırda-xırda olur, sarı rəngli xırda-xırda. Orada tolcuqlar yerləşir. Tolcuqlar deməli düşür dişi qozanın üzərinə və dişi qozanın deməli yumurtacığın üzərinə düşür və orada mayalama prosesi gedir. Mayalamadan sonra toxum əmələ gəlir. Toxum isə uçağanlara malikdir. Toxumun yayılması külək vasitəsilədir və uçağanlar isə məsəl üçün əlverişli mühitə düşdükdə cücərti əmələ gəlir və cücərtidən isə yetkin bitki inkişaf etmiş olur. Sporlu bitkilərin həyat dövrü vardır ki, burada məsəl üçün qıcı kimlərin həyat dövriyyəsini veriblər. Qıcılar haqqında məlumat versəm, erkək qıcı çoxillik. Ümumiyyətlə, Azərbaycan meşələrində qıcı kimlərin ot şəkili bir neçə növü yayılmışdır. Onlardan ən çoxu erkək qıcıdır. Erkək qıcı çoxillik bitkidir. Uzun saplaqlı, ikiqat lələkvari yarpaqları qısa gövdə üzərində yerləşir. Gövdəsi yerin altındadır. Kök sistemi saçaqlıdır. Qışı kökümsov gövdəsi ilə torpağın altında keçirir. Yerüstü hissəsi isə quruyur, qışda quruyur. Hər il yazda yeni yarpaqlar əmələ gəlir. Qıcının yarpaqları uzundan böyüyür. Yəni o qıvrılmış ilbiz formasında olan uc açılır və yarpaqlar uc hissəsi ilə böyüyür. Yarpaqlarda fotosintez prosesi gedir və sporlar da yarpağın alt səthində əmələ gəlir. Yarpağın alt səthində qonur rəngli qabarcıqlarda sporlar yerləşir. Erkək qıcı dərman bitkisidir. Onun kökümsov gövdəsindən alınan dərman maddələri insanın bağırsağında parazitlik edən lentşəkilli qurtlara qarşı istifadə edilir. Spor vasitəsilə çoxalan çiçəksiz bitkilərə dedik qıcılar da aiddir. Qıcılar və mamırlar. Sporlar kiçik yüngüldür. Onlar çoxlu sayda əmələ gəlir və külək vasitəsilə ətrafa yayılır.
Əlverişli şərait yarandıqda spor cücərir və yeni cavan bitkilər inkişaf edir. Adətən rütubətli kölgəli yerlərdə bitən qıcı bitkisinin yarpaqlarının altında sporangi topaları yerləşir. Qonur rəngli sporangilərdə sporlar əmələ gəlir. Yetişmiş sporlar tökülür. Küləklər yayılır və əlverişli şəraitə düşdükdə cücərir. Yaşıl lövhəcik şəklində qıcının ilk cücərtisi protal adlanır ki, protalın alt səthi üzərində əmələ gələn erkək gametlər anteridi su ilə yumurta hüceyrə tərəfə, arxegoni tərəfə üzərək onunla birləşir və mayalama gedir. Zigotdan cavan qıcı bitkisi inkişaf edir. Burada şəkil vasitəsilə dediklərim göstərilmişdir. Qıcı bitkisinin həyat dövriyyəsini aydın göstərmişlər. Sonra burada isə deməli mamırların həyat dövriyyəsi verilmişdir. Mamır bitkisi ümumiyyətlə ali sporlu bitkilərə aiddir mamırlar. Bu şöbəyə 35 minə qədər növ aiddir ki, mamırlar əsasən bataqlıq meşələrin kölgəli yerlərində, rütubətli çəmənliklərdə, daşların, ağac qabıqlarının, torpaqların üzərində bitir. Daha doğrusu quru torpaqların üzərində bitir. Daha sonra çoxillik avtotrof orqanizm. Avtotrof nə deməkdir? Üzv maddələri özləri istehsal edirlər. Hündürlükləri 20-30 cm-dən çox olmur. Kök sistemləri bunlarda yoxdur, kök yoxdur. Bəzi növlərində rizoidlər vardır. Rizoid vasitəsilə torpaqdan və yaxud da bitdiyi yerdən suyu və mineral maddələri udur. Mamırları yaşıl quş mamırı, sfaqnum mamırı misalında öyrənmək mümkündür ki, məsəl üçün biz deyirik ki, rütubətli yerlərdə bitən mamırlar torpağı yaşıl xalı kimi örtür. Erkək və dişi qametlər əsasən ayrı-ayrı mamır bitkilər üzərində inkişaf edir. Erkək qametlər su vasitəsilə dişi bitkinin yumurta hüceyrəsi ilə birləşir. Mayalama nəticəsində dişi bitki üzərində əmələ gələn zigotdan ayaqçıqlı qutucuq inkişaf edir. Burada şəkildə verilib, baxın, ayaqçıqlı qutucuq, ayaqçıq və qutucuq vardır. O dişi bitkidir. Daha sonra qutucuqda yetişən sporlar tökülür və rütubətli torpağa düşdükdə cücərir. Yaşıl və nazik şaxələnmiş sap şəklində mamırın ilk cücərisi protonema. Deməli, qıcıda protaldır, mamırda isə protonemadır. Əmələ gəlir. Sonra protonemadan cavan mamır bitkisi inkişaf edir və həyat dövrü neyinir? Tamamlanmış olur. Deməli, birlik və çoxillik nədir? Birlik odur ki, meyvə və toxum əmələ gətirdikdən sonra o bitki məhv olur. Çoxillik isə odur ki, hər il meyvə və toxum yaradaraq çoxalır. Bitkilərin həyat dövründə cinsi nəsil qeyri-cinsi nəsillə növbələşir. Bu nəsillər çox vaxt morfoloji, bəzən xromosom baxımından fərqli olur. Gametofit nəsil adlanan cinsi nəsil gametlər, sporofit nəsil isə cinsiyyətsiz sporlar əmələ gətirir. Yəni, sporlar varsa, əgər sporlar əmələ gəlirsə, bu sporofit nəsil adlanır. Amma gametlər əmələ gəlirsə, bu gametofit nəsil adlanır. Mamırın həyat dövründə gametofit nəsil, qıcılar, çılpaq toxumlar, çiçəkli bitkilərdə isə sporofit nəsil üstünlük təşkil edir. Deməli, mamırda gametofit nəsil üstünlük təşkil edir. Ancaq qıcı, çılpaq toxumu və çiçəkli bitkilərdə isə sporofit nəsil, yəni üstünlük təşkil etmiş olur. Daha sonra çiçəkli bitkilər, qıcılar, mamırların həyat dövrünün hansı mərhələsi və mərhələlər cinsi nəslə aid edilir? Cinsi nəslə aid edilən deməli olur gametofit nəsil. Burada xromosom dəsti olur haploid sayda gametofit nəsildə, ancaq sporofit nəsildə isə diploid sayda xromosom dəstinə malik olurlar. Daha sonra çılpaq toxumların həyat dövründə tolcuq və yumurtacıq gametofit nəsil hesab olunur. Bəli, çünki burada gametlər əmələ gəlir. Sonra çiçəkli bitkilər çoxalmasına görə çılpaq toxumlu bitkilərdən necə fərqlənir? Çiçəkli bitkilər meyvə əmələ gətirir. Daha doğrusu çiçək əmələ gəlir. Çiçəkdən sonra meyvə və toxum əmələ gəlmiş olur və toxumun
Toxum xaricdən örtülü olduğuna görə ona örtülü toxumlu deyirlər. Havanın quru və yağışsız keçməsi hansı bitkilərin həyat dövrü üçün təhlükəli ola bilər? Quru və yağışsız keçməsi deməli su vasitəsilə, mayalaması su vasitəsilə gedən bitkilər üçün, məsəl üçün mamırlar, qıcılar, bunlar üçün təhlükəli olar. Nə üçün? Bitkilərin həyat dövrünü dairəvi sxem şəklində təsvir edirik. Çünki daimi proses dövr edir. Mamır bitkisinin həyat dövrünün mərhələləri belədir. Mamırlarda birinci dişi bitki, dişi bitkidən sonra deməli nə olur? Qametlər əmələ gəlir. Qametlər. Daha doğrusu erkək bitkidən də qamet əmələ gəlir. Dişi bitkidən də qamet əmələ gəlir. Hər ikisindən, yəni erkək qamet, erkək bitkidən, dişi qamet isə yumurta hüceyrə isə dişi bitkidən əmələ gəlir və mayalanır. Mayalanma nəticəsində qutucuq yaranır. Qutucuqun içərisində sporlar olur. Sporlar isə düşür əlverişli mühitə və cücərməsi nəticəsində protonema əmələ gəlir. Sonra elm, texnologiya, həyat. Buraya baxsaq, bitkilərin mikroklonal çoxaldılması, bitkilərin mikroklonal çoxaldılması üsulu ilə qısa müddətdə eyni əlamət və xassələri olan çoxlu sayda bitkini əldə etmək mümkündür. Bu üsulla çoxaldılmaq məqsədi ilə gövdə və yan topurcuqlar uclarından daha az ixtisaslaşmış bitki toxumlarından, adətən törədici toxumalardan kəsiklər alınır. Bu hissələrə eksplantlar deyilir. Eksplantlar təxminən 0,5-1 mm ölçüdə kəsilir. Sonra həmin material tam sterilizə edilir və canlı orqanizmlərdən kənarda in vitro şəraitində xüsusi şüşə qablarda qidalı mühitə yerləşdirilir. Hüceyrə bölünməsi nəticəsində bitki hissəciklərində ilk cücərtilər nəzərə çarpmağa başlayır. Həmin cücərtilər çoxalma qida mühitlərinə köçürülür. Təkrar çoxalma nəticəsində lazım olan sayda bitki əldə edilir. Həmin bitkilər isə kök əmələ gətirmə mərhələsinə qədəm qoyur. Tumurcuqları olan eksplantlar kök əmələ gəlməsinə təkan verən müxtəlif qida mühitinə köçürülür. Bu mühitlərdə hər bir bitkinin özünə uyğun fərqli mikroelementlər mövcuddur. Onların tərkibində komponentlərin nisbəti və miqdarı dəyişməklə klonlaşmanın surətini və istiqamətini tənzimləmək mümkündür. Eksplantların kökləri böyüdükdə onlar istixanalara köçürülür və tədricən normal böyümə şərtlərinə uyğunlaşdırılır. Adaptasiya dövrünü başa vuran sağlam bitkilər sahələrə köçürülür. Onlar zərərverici və xəstəlik törədicilərinə qarşı davamlı olurlar. Yəni bu üsulla çoxaldılma daha çox sayda bitkilərin artırılması və mühitin əlverişsiz amillərinə qarşı dözümlülük yaradılmış olur. Burada verilib xülasə hissəsidir ki, öyrəndiklərimizi qısa sizə çatdıraq. Bitkilərdə çoxalma, cinsiyyətli çoxalma var və qeyri-cinsi çoxalma var. Cinsiyyətli çoxalma zamanı iki qamet yaranır. Məsəl üçün, dişi və erkək bitkidən qametlər yaranır. Dişidən, məsəl üçün, sperm ola bilər. Sperm erkəkdən isə ola bilər, deməli, yumurta hüceyrə. Yaxud da ki, biz bayaq qeyd etdik, deməli, anterida, arxegoni. Anterida erkəkdə, arxegoni isə dişi bitki üzərində olur və onlar birləşir və mayalama prosesi nəticəsində ziqot əmələ gəlir. Burada cinsiyyətli çoxalmada iki valideyn fərd iştirak edir. Dişi və erkək fərd. Nəsillərdə müxtəliflik və dəyişkənliklər yaranır. Deməli, nəsildə dəyişkənlik yaranırsa bu cinsidir. Dəyişkənlik yoxdursa bu qeyri-cinsidir. Qametlərin birləşməsi yoxdur qeyri-cinsidə. Çünki cinsiyyət hüceyrələrinə ehtiyac yoxdur burada. Yalnız bir valideyn fərd iştirak edir. Bəli, ya erkək ya da dişi ola bilər. Nəsillər eynidir. Vegetativ orqanların iştirakı ilə mümkündür. Yəni, vegetativ orqanlar kök, gövdə, yarpaq vasitəsilə çoxalmaq mümkündür. Çiçəkli bitkilər var, çiçəksiz bitkilər var. Çiçəkli bitkilərdə nə olur? Çiçəkli bitkilərdə erkəkcik və dişicik olur ki, erkəkciyin hissələri tozluq
və erkəkcik sapı. Tozluğun daxilində tozcuqlar yerləşir ki, erkək qametlər, spermlər olur. Dişicikdə isə ağızcıq, sütuncuq, yumurtalıq olur ki, yumurtacıqların daxilində isə yumurtalığın daxilində yumurtacıqlar yerləşir. Yumurtacığın daxilində dişi qametlər, yumurta hüceyrələr olur. Tozlanma prosesi nə cür olur? Tozlanma öz-özünə olur və yaxud da ki, çarpaz gedə bilər. Tozlama, deməli, çarpaz hansılardır? Çarpaz heyvan, külək, həşərat vasitə, yarasa, quşlar, su vasitəsilə gedən çarpaz tozlamalar vardır ki, mayalanma qametlərin birləşməsi nəticəsində gedir və qametlər birləşir. Mayalama prosesindən sonra toxum əmələ gəlir. Toxumlar özü də yayılır. Yayılır heyvan vasitəsilə, ətrafa səpələnməklə, insanlar tərəfindən, küləklə, su ilə. Cücərməsindən asılı olaraq havadan, rütubətdən, əlverişli temperaturdan, canlı rüşeyindən asılı olaraq cücərə bilirlər. Çiçəksiz bitkilər hansılardır? Toxum və sporla çoxalan bitkilərdir. Toxumla çoxalanlar çılpaq toxumlar, sporla çoxalanlar isə mamırlar və qıcılar hesab olunur. Daha sonra ümumiləşdirici tapşırıqlar verilmişdi burada. Ümumiləşdirici tapşırıqlarda çiçək təsvir olunub, ancaq yarımçıqdır. Burada çəkib üzərində hissəciklərini yazmaq olar. Məsəl üçün, bura tac hissəsini verib, tacıdan başqa kasacığını çəkmək olar. Erkəkcik, dişiciyi, erkəkciyin hissələrini tozluqla tozluqlarını, tozluq sapını, yumurtalığını hissələrini, məsəl üçün, ağızcıq, sütuncuq, yumurtacıq, bunları deməli çəkmək, təsvir etmək olar. Daha sonra burada çiçəkdə hansı proses baş verir? Çiçəkdə tozlanma prosesi baş verir. Tozlanma nəticəsində mayalanma gedir. Mayalamadan toxum əmələ gəlir. Toxum çiçəyin yumurtacığından inkişaf edir. Daha sonra, məsəl üçün, burada bizə şəkil verilib. Şəklin hissələrini biz adlandırmalıyıq. Məsəl üçün, A hissəsindən endosperim, B hissəsi ilə toxum qabığı, C hissəsi isə ləpə verilmişdir. Bu bir ləpəli bitki olduğuna görə bir ləpə yarpağı vardır. Daha sonra burada şaftalı, böyürtkən, günə baxan, qarağat, dağ laləsi, ananas verilmişdir. Mürəkkəb meyvədir. Bir çiçəkdəki çiçək sayı, çoxlu sayda dişicik əmələ gəlir. Məsəl üçün, çoxlu sayda dişicik əmələ gəlirsə, dişicikdən əmələ gəlirsə, bunlar olacaq, məsələn, böyürtkən ola bilər, daha sonra ananas ola bilər, sonra quru meyvə, quru bir toxumlu var, quru çox toxumlu var. Quru bir toxumlu olacaq, günə baxan, bir də dağ laləsi ola bilər. Amma çox toxumlu meyvə, quru meyvə. Çox toxumlu quru meyvə isə bura şaftalı olmaz. Çünki niyə? Çünki şaftalı quru meyvələrə aid deyil. Bura çox toxumlu meyvələrdən. Yox, dağ laləsi çox toxumlulara aiddir. Çox toxumlara aid olmalıdır. Çünki deməli, dağ laləsi, bir dəqiqə. Bəli, çox toxumlara aid olmalıdır. Ancaq bir toxumları isə aiddir yalnız bir toxumu olanlar. Yəni, məsəl üçün, toxumca meyvələr. Toxumca meyvələri hansılara aiddir? Günə baxan, astra, georgin, bunlar toxumca meyvələrə aid olur. Daha sonra baxaq növbəti səhifəyə. Burada bizə verilib. Burada yenə də tapşırıqlar verilib. Tapşırıqlarda keçdiyimiz mövzulardandır. Mövzunu mənimsəmək üçün bu tapşırıqları edə bilərsiniz. Çünki çiçək və meyvə mövzularında, yəni tozlanma, çoxalma,
belə qeyri-cinsi çoxalma üsulları ilə, cinsi çoxalma üsulları vasitəsilə öyrənəndən sonra tapşırıqları yerinə yetirə bilərsiniz. Burada sözlük vardır. Sözlükdəkilər də yenidən oxuyub öyrənmək olar. Yenə davam eləyir. Bu qədər. Yəni dərsimiz bu qədər.